Diqqət, diqqət! Danışır Xalq jurnalistikası. Salam, axşamınız xeyir. Studiyada Elvin Basqallı, efirdə son xəbərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Hüseyin Rızaquluoğlu Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısı İlham Əliyev, Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbi qulluqçunun 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə, vətən uğrunda medalı ilə və hərbi xidmətlərə görə medalı ilə təltif ediliblər. Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərinin ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə, 3-cü dərəcəli Rəşadət ordeni ilə, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Müdafiə Nazirliyinin hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncam əsasən Polkovnik Rəsul Rasimoğlu Əliyevə, Polkovnik Elçin Rəhimoğlu Abdullayevə, Polkovnik Azər Əfrailoğlu Heybətliyə, Polkovnik Gülməmməd Tofiqoğlu Rızayevə və Polkovnik Ruslan Dünyaməddinoğlu Ağasiyevə general-mayor ali hərbi rütbəsi verilib. Bugün dövlət başçısı tərəfindən general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını da sizə təqdim edirik. İzləyək. Azər Heybətli, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini, Kadrlar İdarəsinin rəisidir. Rəsul Əliyev, Müdafiə Nazirliyinin baş idarələrindən birinin rəisidir. Elçin Abdullayev, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir. Gülməmməd Rızayev, Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsinə və antiterror tədbirlərində iştirak edib. Ruslan Ağasiyev, ordu korpuslarından birinin qərargah rəisidir. Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada hərbi qulluqçularımızın iştirakı ilə Anadolu Qartalı 2026 beynəlxalq taktiki uçuş təlimi keçirilir. Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub. Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib. Yüksək peşəkarlıq nümayiş etdiriblər. Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin hərbi hava qüvvələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir. Bugün əksər İslam ölkələrində olduğu kimi Azərbaycanda da Aşura günü qeyd olunub. İnsanlar məscidlərə axşaraq ibadət edib, nəzirlər paylayıb, azadarlıq mərasimlərində iştirak ediblər. Haqq uğrunda canından və qanından keçən İmam Hüseynin xatirəsi yad olunub. Onun müsibətinə göz yaşı tökülüb. Qeyd edək ki, Azərbaycanda Aşura günü məscid və ziyarətgahlarda, xüsusən də Təzəpir məscidi və digər dini məkanlarda humanizm, birlik və xeyirxahlıq prinsipləri əsasında qeyd olunub. Qafqaz Müsəlmanlar İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən ölkə üzrə 30-a yaxın məntəqədə könüllü qan vermə aksiyaları da təşkil edilib. Toplanan qan talasimiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankı tərəfindən təhvil alınıb. Venezuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Hadisədən sonra
Venezuela hökuməti fövqəladə vəziyyət elan edib. Paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb. İlkin məlumatlara görə təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub. 700-dən çox insan yaralanıb. Onlarla bina isə dağılıb. Bu Venezuelada baş verən zəlzələ son 126 ilin bu ölkədə ən güclüsü kimi qiymətləndirilir. Ən ağır vəziyyətin Karakasın San Bernardino rayonunda yaşandığı qeyd olunur. Burada çox mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Yerli hakimiyyət orqanları indiyədək 18 nəfərin sağ çıxarıldığını açıqlayıb, yüzlərlə insan dünyasını dəyişib. Hakimiyyət orqanları ölən və yaralananların sayı ilə bağlı hələlik yekun məlumat açıqlamayıb. Bir hadisənin dəhşətini təkcə statistika, rəqəmlər deyil, həm də orada qeydə alınan görüntülər, yəni yaşanan dəhşətli anlar hiss etdirir. Venezuelada baş verən zəlzələdən sonra dağıntılar altından uşaqların xilas edilməsinin ürək parçalayan videosu yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi Venezuelaya başsağlığı verib. Nazirliyin paylaşımında bildirilib ki, Venezuelada çoxsaylı insan tələfatına və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələ ilə bağlı dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verən Nazirlik bu ağır günlərdə Venezuela xalqı və hökuməti ilə həmrəy olduqlarını vurğulayıb. Eyni zamanda zərər çəkənlərə tezliklə şəfa dilənib. Az sonra yerli xəbərlərə qayıdacağıq. Dünyada nələr baş verir? Davam edirik. NATO-nun Ankarada keçiriləcək sammitdə yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana olan hörmətimə görə qatılacağam. Bu sözləri Birləşmiş Ştatlar prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Birləşmiş Ştatlar liderinin sözlərinə görə o Ərdoğanla söhbət edib və bu söhbət zamanı Türkiyə prezidenti onu şəxsən NATO sammitinə dəvət etdiyini qeyd edib. Həmçinin Donald Trump Türkiyəyə F-35 qırıclarının və F-110 mühərriklərinin mümkün tədarükü ilə bağlı sualı cavablandırarkən qarşıdakı səfəri zamanı Ankara üçün müsbət xəbərlər verə biləcəyinə işarə edib. O həmçinin Türkiyənin NATO-nun güclü üzvlərindən biri olduğunu və çox güclü orduya malik olduğunu vurğulayıb. Xatırladaq ki, NATO-nun növbəti sammiti iyulun 7-si 8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək. Fransada Napolyonun, Rusiyada 1-ci Aleksandrın ruhu 2 gündür narahatdır. Söhbətə fransız olmayanlar bildi ki, söhbət Fransanın Rusiya tankerini Siciliya yaxınlığında ələ keçirməsindən gedir. Belə getsə Napolyonla 1-ci Aleksandr kimi Makronla Putin də döyüş meydanında üz-üzə gələcək. Fransa hərbi dəniz qüvvələri çərşənbə axşamı Siciliya sahillərində hərəkət edən Deliver tankerini dəniz hüququnun pozulmasına görə saxlayıb. Fransa lideri vurğulayıb ki, Avropa Rusiyanın sanksiyalardan yayınmaq və müharibənin maliyyələşdirmək üçün istifadə etdiyi iddia olunan kölgə donanmasına qarşı mübarizəni davam etdirəcək. Həmçinin o qeyd edib ki, biz kölgə donanmasının sanksiyalardan yayılmasına və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa qətiyyətlidir. Ukraynada möhkəm və davamlı sülhün yaranmasına şərait yaratmaq və Rusiya üçün müharibənin baha başa gəlməsi məqsədi ilə bütün zəruri addımlar atılacaq deyə Makron qeyd edib. Leyla Əliyeva sosial şəbəkə hesabında Fatimə Qafarovanın ifasında yeni mahnının təqdimatı və uşaq evlərindən olan uşaqlar üçün bayram tədbirindən maraqlı paylaşım edib.
700 bal toplayan Burla Xatunun əkiz bacısı da yüksək bal toplayıb. Bu il 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərərək 700 bal toplayan Burla Xatun Məcidlinin əkiz bacısı Banu Çiçək Məcidli də yüksək nəticə əldə edib. Burla Xatunun atası Bəhruz Məcidli bildirib ki, bu uğur onlar üçün gözlənilməz olmayıb. Onun sözlərinə görə qızı uşaqlıqdan əzmkar və məqsədyönlü olub. Buna görə də 700 bal toplamasını gözləyirdilər. Ata qeyd edib ki, ailənin digər sevinc mənbəyi isə Burla Xatunun əkiz bacısı Banu Çiçəyin də uğurlu nəticə göstərməsidir. Banu Çiçək qəbul imtahanında 624,3 bal toplayıb. O, hüquqşünaslıq ixtisası üzrə hazırlaşır və nəticəsini daha da yaxşılaşdırmaq üçün imtahanın ikinci mərhələsində də iştirak etməyi planlaşdırır. Bax, o xalqın uşaqları dediyimiz budur. Maşallah olsun bu əkiz bacılara. İçi mən qarışıq, gərək valideynlər övladlarının əlindən telefonu alsınlar ki, bax, bu xalqın uşaqlarından bir nümunə götürək. Biri 700 bal toplayıb, biri də 624,3. Yoxsa necə deyərlər, bizim uşaqların əlindən telefon düşmür. Bir neçə gün əvvəl Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan Lerik rayon sakini Vüqar Adnayevin cəsədi aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə iyunun 21-də Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 21 yaşlı Adnayev Vüqar Şahinoğlunun meyidi batdığı yerdən təxminən 8 kilometr məsafədə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, o Bakıda mebel sexində çalışırmış. Bəli, dəniz həyatla oynayır. Siz dənizlə oynamayın. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 4 nəfərdən sonuncusunun da meyidi tapıldı. Demək olar ki, sonuncu ümid də əldən çıxdı. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə 23 yaşlı Məcidov Pərviz Zöhraboğlunun meyidi sahildə aşkar edilib. Xatırladaq ki, iyunun 22-sində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilas etmə məntəqəsindən 3 kilometr aralı dənizdə nəzarətsiz ərazidə 4 nəfər batmışdı. Gecə saatlarında Bakının mərkəzində Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospektinin kəsişməsində avtomobil yanıb. Göygöl rayonunun Bakı-Qazax magistralının Çaylı kəndindən keçən hissəsində tır ilə Niva markalı avtomobil toqquşub. Nivada olan Hacı Məlik qəsəbə sakinləri 47 yaşlı Mehman İbrahimov və onun 16 yaşlı oğlu Hikmət İbrahimov bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər. Şamaxı sakini Elçin Sadıqov Mercedes Vito markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Baş Dövlət Yol Postu İdarəsinin Qobustan rayonu arasında yerləşən stasionar postunda saxlanılıb. Hüquq və vəzifələri izah olunarkən saxlanılan şəxs məsuliyyətdən yaymaq məqsədi ilə süni gərginlik yaratmağa çalışıb və yol polisi xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq postu tərk edib. Görülən tədbirlər nəticəsində Elçin Sadıqov saxlanılıb, barəsində tərtib edilmiş inzibati materiallar məhkəməyə təqdim olunub və o məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs edilib. Nizami rayonu Bəşir Bünyadov küçəsində yol qəzası olub və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Mercedes və Range Rover markalı minik avtomobillərinin iştirakı ilə yol qəzasının baş verdiyi və vətəndaşların deformasiyaya uğramış Mercedes markalı minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən edib. Xilas edicilər xüsusi xilas etmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Şıxbala Əhmədovu və sərnişin Elsəvər Cabbarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Daxili İşlər Nazirliyinin su nəqliyyatında polis idarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatı keçirib. İdarəyə xidməti ərazi olan Suraxanı rayonu Övsan qəsəbəsi Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməliyyat törətməklə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marihuana aşkarlanıb. Faktla bağlı su nəqliyyatında polis idarəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazid halların qarşısının alması məqsədi ilə nəzarət tədbirləri sahili boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
Sosial şəbəkələrdə yayılan bu görüntü müzakirəyə səbəb olub. Qəfil maşının önünə doğru gələn azyaşlı son anda qəzadan xilas olub. O qədər qəm çəkirəm, oluram dəm çəkirəm, həm içib həm çəkirəm, aparır, keyf aparır kimi mahnılara qulaq asaraq bizi mənzil başına ya avtobusla ya da taksi ilə o qədər sürücü aparır ki, bəzən bundan qəza baş verəndə xəbərimiz olur. Bakıda hüquqsuz avtomobil idarə edən şəxsin narkotik alüdətçisi olması müəyyən edilib. Şirvan şəhər sakini Tahir Abdullayevin idarə etdiyi Hyundai markalı avtomobil Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı Tahir Abdullayevin avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməsi aşkarlanıb. Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran sürücü tibbi müayinəyə cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzrə çıxıb. Barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilən Tahir Abdullayev 20 gün müddətinə inzibati qaydada həbs olunub. Xəbər ziyafətimizi bu xəbərlə yekunlaşdırdıq. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.